Salamlar. Xoş gəlmisiniz videoma yenə. Günləri yarmarkaya gedirik. İndi dostlar, mən sizə dedim ki, yarmarkaya gedirəm. Amma yarmarkadan qabaq Dəniz Mall'dan New York'a gəlmişəm. Biz paltarlar tapdım özümə. Dedim bayram indirimlərindən yararlanım. İndi giyinib onları da sizə göstərəcəm. Birinci paltarı giyindim. Allah affetsin. Aşağısı çox qəşəngdir. Üstü amma çox açıqdır. İkinci paltarı giyindim. Belədir. Yəni, okeydir məncə. Bu da üçüncü paltar dostlar. Bu belə ağ, Madonna yaka bir paltar. Əslində qəşəngdir. Saç biraz qolları hərəkət etdirmək narahatdır, amma yenə də qəşəngdir. Bəli, 2 dənə o paltarı alıram. Bir qara paltar, bir də ağ paltarı alıram. İndi çıxdıq. Gedirik yarmarkaya. Yarmarkaya gedənə qədər amma burada indi görüm nə çəkərəm. Yol boyu şəkil çəkməliyəm mən. Müəllim tapşırıq verib fotojurnalistika dərsindən. Yarmarkadayıq və dəhşət adam var. Hələ ki bulvardakındayıq. Çox adam var. Keçmək olmur. Mən yazıq şəkil çəkməliyəm. Amma onda hələ ki çəkə bilmirəm sözün açığı. Çünki keçə bilməm. Narahat sevirəm özümü belə biraz. Çox adam olan yerlərdə sıxılıram, daralıram. Bir də mən yeməyə heç nə tapmıram hələ ki burada. İndi sifariş vermişik burada. Gözləyirik, Crunch'dan mini crunch burgerlər zakas eləmişik. Görək necə olacaq. Çox adam var, dəhşət. Aldıq bir dənə. Prosta ikincini də gözləyəcək. İndi dadına baxıb deyəcəm sizə. Amma ki, hələ gözləyirik. İndi crunch'ın dadına baxırıq. Baxa bilmirik, töküləcək indi o. Prosta tamam, əlində tutsan, bir dərsini götürəm. Qapağı burada da olur. Belə, bu qab içində. Belə bir şeydir. Waffle aldım. Belədir. 15 manat verdik buna. Bunun içi qarışıqdır. Maroşnalı falan filan. Belə bir şeydir. İndi dadına baxacağıq. Görək necədir bu. Deməli, yarmarkadan çıxdıq. Bir dənə waffle idi, yerə çıxdıq. Dəhşət, yəni adamın valla pulu da olsa, burada gözləmək adamın hövsələsini daraldır şəhsən. O qədər sıra var hər yerdə. O qədər sıra var. Yazır, maşını da Dəniz Mall'da saxlamışıq. Parkovka Allah bilə bu dəqiqə nə qədər yazıb yəni. Heç bir fikrimiz yoxdur. Yenə New York'a girəcək. Çünki bayaq tez-tələsik çıxdıq hava qaralmasın deyə. İndi amma digər dükanlara da baxa biləcəyik. Təxmin edirəm mən 12 manat. Siz nə qədər təxmin edirsiniz? 10 manat arası. Həcə sən nə qədər təxmin edirsən? 7 manat. Həcə sən nə qədər deyirsən təxmin? 7 manat. 7 manat təxmin edir orada. Görək nə qədər çıxacaq. Həcə düz təxmin eləyibmiş. 7 manat qoy. 7 manat yazılıb. Ay, bəli dostlar, necə deyərlər? Mahnıda da dediyi kimi sonunda evdəyəm. Nəsə o biraz başqa cür idi. İndi bu başqa cür, amma ki sonunda evdəyəm. Videomuz bu qədər idi. Bu günləri həm şəkillər çəkə bildim, tapşırığımı eləmiş oldum, həm sizə video çəkmiş oldum, həm gəzmiş oldum, həm də paltar almış oldum. Bugün mənim üçün çox verimli keçib. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Like atmağı, fikirlərinizi mənimlə bölüşməyi və kanalıma abunə olmağı unutmayın. Növbəti videolarda görüşərik.